Tekrarıyla. Ben hiç öldürmemişim. Müstədiqədə demişdim bunu. Kimi heç kimi öldürməmişim. Heç kimi öldürməyən ömrü yaşım oxuyum mən. Cənab prokuror. Allah danızaq rəis. Ola bilər, gəlin cumalımı yandırmıram. Bir tane ailemi qoruyadı, bəlkə başına deyib. Onu da yalan deyənmərəm. Amma həqiqətən mən heç kimi öldürməmişim. Ola bilər də gəlin cumalımı yandırmam deyə bilər insan. Çünki orada mən ailemi qorumuşam, görmüşəm qardaşımı vurub, başı partlayıb, anamı vurub. Arkama baxmışam ki, gəlinimiz 2 dənə xırda uşaq, nə eləməliydim? Namusumu hifz eləmişəm də, mən nə eləmişəm axı? Nə eləməliydim mən? Bıraxmalıydım, öldürsün bizi. Polisə müraciət eləmişik, gəlib çıxmayıblar. Mənim günahımdır, gəlməməklər. Nə eləməliyəm? Ailəmi qorumalı deyiləm. Mən demirəm, yaxşı eləmişəm, kimsə evladını anlamışam. Bilərək də kimsə öldürməmişəm. O da məcbur idim. Çünki içkili şəkildə tökülüşüblər, pəncərəmi, qardaşımı vurub, anamı vurub. Nə eləyim axı? Necə eləyim? Deyim mən eləyim. Mən qatil olsam, ən azından bilərsiniz ki, mən həqiqətən qatiləm yoxsa yox. Xahiş edirəm. Mən düzgün hökm oxuyum. Artık her şey için çok geç.